Pakistan Respublikası'nın prezidenti Cenab Ahmet Xan'la bizim Pakistan Respublikası'nın prezidenti Cenab Ahmet Xan'la bizim danışıklarımızda, bizim söhbətlərimizdə bu mövzu, yani Azerbaycan'ın işgal olmuş torpaqlarının azad olunması ve yerlerinden didərgin düşmüş adamların öz torpaqlarına qayıtması en esas mövzulardan biri olubdur. Pakistan da öz tarixində, öz həyatında belə qaçqınlar çox görüblər, belə təcavüzlərə məruz qalıblar, öz azadlıqları uğrunda mübarizə aparıblar. Bizim günümüzü, bizim düşdüyümüz vəziyyəti onlar bəlkə də başqalarından daha da yaxşı bilirlər, yaxşı hiss edirlər. Və onlarla danışıqlarımızda da bir daha ümumi fikrə gəldik ki, Pakistan da Azərbaycana bu haqq, ədalət işini axıra çatdırmaq üçün kömək edəcəkdir. Və ona görə də Pakistanın prezidenti bu günləri özü rica etdi ki, sizlə gəlsin görüşsün. Mən də onunla birlikdə sizin görüşünüzə gəlmişəm. Və güman edirəm ki, bu görüş sizə müəyyən qədər mənəvi dayaq olacaq. Siz bilin və bugün bir də deyirəm, mən və bütün Azərbaycan sizin bu ağır gününüzü bilir, hiss eləyir, heç vaxt unutmur və unutmayacaq. Siz daimi mənim qəlbimdəsiniz, siz daimi mənim fikrimdəsiniz, sizin həyatınız daimi məni düşündürür və mən çalışacağam və bütün beynəlxalq təşkilatların imkanlarından, bütün devletlerin imkanlarından istifadə edərək çalışacağam ki, sizi bu vəziyyətdən çıxardaq. Azərbaycanın işgal olunmuş torpaqları azad olacaq. Azərbaycan müstəqil devlet kimi öz taleyinin, öz ərazisinin sahibi olacaq, öz torpaqlarının sahibi olacaktır. Buna emin olabilirsiniz.